Bal dodaqlar, o baxışlar, məni belə, elə belə o da atar. Gözlərilə bircə dəfə mənə baxsa, ürək yaxar. Yox, yox, çox sevirəm, onu heç kimə vermərəm. Yox, yox, o qızdan yox, yolunda candan keçərəm. Yox, yox, çox sevirəm, onu heç kimə vermərəm. Yox, yox, o qızdan yox, yolunda candan keçərəm. Efir başlayanda şapkada Günah Fuad qızını görəndə elə bir Günah çıxacaq efirə. Bəli, Kamran Cavad bu sabah Kamran Cavadın təqdimatında efirdədir. Sabahınız xeyirli olsun, gününüz uğurlu olsun. Yaxşı bir enerji toplamışam. Rayonları qarış-qarış gəzmişəm, Qarabağ bölgəsini qarış-qarış gəzmişəm. İnşallah təəssüratımı biraz sonra sizinlə bölüşəcəm, hörmətli izləyicilər. Düz 10 gündür efirdə yoxam. Yəni biz iş günlərini saysaq, yəni 6 bazarı saymasa 10 gündür. Bilirəm, Orxan çox darıxır, bizim efir rejissorumuz, səs rejissorumuz Yaqub. Baharın bir mahnı dilinə düşüb, tez-tez onu zümzüm eləyir. İnşallah ki, işlərində uğurlar arzu edirəm. Əli də, sənə yaxşı bir güc-qilmət arzu edirəm. Həmişə enerjili ol, həmişə iş başında. Belə möhkəm olasan inşallah. Hörmətli izləyicilər, WhatsApp nömrəmizi görürsünüz 055 866 44 64. Bizim WhatsApp nömrəmizdir. İnşallah ki, yazacaqsınız. Təbriklər, arzular, istəklər varsa sevə-sevə səsləndiririz. Bugün keyfim, əhvalım gözəldir. Bazar ertəsidir, həftənin birinci günüdür. Yeni iş həftəsidir, yeni iş günüdür. Sizə uğurlu gün arzu edirəm. Qoy hər zaman ruzi bərəkətiniz bol olsun inşallah ki. Yaqub, səni də unutmamışam. Yeni işində də uğurlar arzu edirəm. İnşallah ki, Allah sənin ruzunu, bərəkətini hər zaman yetirsin. 055 866 44 64 mənim dəyişilməz nömrəmdir. Mən rayonlara gedəndə orada nə qədər insanlar, hamısı Qarabağın, misal üçün, mən olum Xocalıda, Xocavənddə, Şuşa, Xankəndi, və Ağdərə, Xocavənd rayonunda oldum və orada mənə yaxınlaşan insanlar oldu. Televiziyadan bu təqdim olunan proqramları xüsusilə izləyirlər. Hər birisinə təşəkkür edirəm. Yaxşı ki, varsınız və yaxşı ki, sizin sayənizdə bəli, dünya televiziyasında təqdim olunan proqramlar sevə-sevə izlənilir. Mən dəvət edim, baxmayaraq ki, Qubadlı balasıdır. Mən fikirləşdim, Qubadlıya da gedəcəm. Şuşanın bir kəndi var, Böyük Qala Dərəsi kəndi. Yəni, Cənab Ali Başkomandan və Cənab İlham Əliyev xüsusi olaraq o kəndin açılışında oldu. Artıq insanlar orada yaşayır. Bir neçə ailə artıq o kəndə köç edib. Oradan xüsusi bir yol var idi, Elbruz müəllim. Deyirlər, bu yol Qubadlıya gedir, Zəngilana gedir, təzə bir yoldur. Getdim, müəyyən yol gedəndən sonra geri qayıtdım. Dedilər ki, bəs bir 60 kilometrdə getməlisən. Düşündüm ki, ayrıca bir yolla gedirəm. İnşallah ki, növbəti aylarda qismət olsa Qubadlıya da mütləq baş çəkəcəm. Bizim dəyərli şairimiz, sevimli şair və mahnılarına, sözlərinə mahnılar bəstələnən, yazılan sevimli şairimiz Elbruz Qayalı bizim qonağımızdır. Qubadlı balası, xoş gəlir, səfaları gətirib. Sabahınız xeyir olsun. İnşallah ki, Elbruz müəllim gedəcək bugün də olmasa, sabahda bir gündə Şuşaya gedəcək, Cıdır düzünə gedəcək inşallah. Buyurun, xoş gördük. Xoş gördük, Kamran müəllim. Təşəkkür edirəm. Yenidən gözəl Dünya TV-nin gözəl kanalı olan bu sabah çox sağ olun. Ona görə sizə çox təşəkkür edirəm. Ötəri də olsa indi söhbət elədik, gözəl Qarabağımıza səfər eləmişsiniz. Sizi mən çox istəyirəm, ona görə ki, siz çox vətənpərversiniz. Sağ olun, sağ olun. Sizin kimi də olmasa, yəni siz bu məzuniyyət vaxtı istədiyiniz yerə gedib gəzə bilərdiniz. Hətta xarici dövlətlərə. Yəni, ilk səfərinizi Qarabağ elədiniz. Ona görə sizə çox-çox təşəkkür edirəm. Həmişə var olasınız. Mən vətənpərvər insanların hamısını çox istəyirəm. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirik, Elbruz müəllim. Minnətdarım. Allah xalqımızı var eləsin. Bəli, Allah xalqımızı var eləsin. Və mən sevə-sevə qeyd edirəm ki, Qarabağ torpağını qarış-qarış gəzdim. Şəhidlərimizin sayəsində, Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazi qardaşlarımızın sayəsində. Düzdür, mənim Qarabağla təəssüratım çox böyükdür
və şükürlər olsun ki, orada yenidən bərpa işləri görülür, abadlıq işləri görülür, insanlar artıq oraya köç edir, özlərinə şərait qururlar. Ab-hava gözəldir, təbiətin gözəlliyi, orada olan bulaqlarımız, orada olan bizim belə deyirik şəlalələrimiz, dağ çiçəkləri, bir sözlə yamaç, təbiətin gözəlliyi, füsunkarlığı insanı bir başqa dünyaya aparır və bir anlıq hiss edirsən ki, doğrudan da Qarabağ gözəldir. Qarabağ, mən deyərdim, bir incidir, Şuşanın özü. Şuşa o qədər gözəldir, qayaların başında elə bir gözəl orada şəhər, düzdür, şəhər təzdən dirçəlir. Şuşa şəhərimiz, Xan kəndinin özü, elə bir Avropadayıq. Allah xalqımızı, millətimizi var eləsin. Bizi Qarabağdan izləyən, Xocavənddən, Ağdərənin Vəng kəndində oldum, Xocavəndin Qırmızı bazarında oldum, Şuşanın özündə, sonra Böyük Qala Dərəsi, Kiçik Qala Dərəsi kəndi, Laçının özündə hətta oldum. Yəni, çox məmnunam, çox şadam, çox sevinirəm, böyük fəxarətlə söyləyirəm ki, nə yaxşı ki, mən də o Qarabağ torpağında oldum. Allah xalqımızı, millətimizi var eləsin. Bəli, WhatsApp nömrəmizi görürsünüz, yazın və fikirlərinizi, arzularınızı, hər hansı bir istəyiniz varsa sevə-sevə səsləndirim. Elbruz müəllim, bəliniz şirin olsun. Qubadlıya inşallah ki, olmuşsunuz Qubadlıda. Bəli, Qubadlıda ilk dəfə... Düşmən tapdağından, bəli, azad olunandan sonra... Bəli, ilk dəfə düşmən tapdağından azad ediləndən sonra ilk dəfə Qubadlının işğaldan azad edilməsinin bir ili tamamıdır. Bu münasibətlə cənab prezident bizi rayonda, yəni orada biz prezidenti qarşıladıq. İcra başçısı 10 nəfər rayondan olan ziyarlardan aparmış sonra mən də oradaydım. Cənab prezidentlə orada görüşdük və ilk dəfə Qubadlını onda ziyarət elədim. İlk ziyarətim oldu. Ondan sonra 3-4 dəfə getdim yenə də. İnşallah sağ olsun ki, inşallah ki tezliklə o arzu etdiyiniz Şuşaya da, Cıdır düzünə də gedib o gözəl vətənpərvər şeirinizi sevə-sevə səsləndirərsiniz. Vətənpərvər xanəndə, dövlətinə, millətinə, yurduna sadiq olan bir insan. Bir çox tələbələr, bir çox xanəndələr bu müəllimin aşıladığı o sənətin sirlərindən bəhrələniblər. Hansı ki, bu sənətkar bir çox xanəndələrə dəstək oldu və xanəndələr inşallah ki, uğurlar əldə etdilər bu dəyərli sənətkarın sayəsində və təbii ki, Dünya televiziyasına hər zaman sadiq olan, bizimlə bərabər olan, Dünya televiziyasına təqdim olunan konsert proqramlarında sevə-sevə iştirak edən, eyni zamanda efirlərimizdə qonaq olan, bir sözümü iki etməyən dəyərli sənətkarımız deyir. Nəğmələrimiz eldən elə aşarmı? Sözlərimiz dildən dilə düşərmi? Könül rübabımız coşub daşarmı sənətə və sənətkara hörmət olmasa? Bəli, bu elin, bu obanı, yurdunun, vətənin sevgisini, məhəbbətini qazanan bizim sevimli, dəyərli sənətkarımız Milli Konservatoriyanın baş müəllimi, hər birimizin sevimlisi, Muğam Mərkəzinin, bəli, Azərbaycan Dövlət Televiziyasının solisti, bizim dəyərli sənətkarımız Vüqar Əliyev qonağımızdır. Vüqar müəllimdən xoş təəssüratlar var. İnşallah ki, biz sevə-sevə danışacağıq, təəssüratlarımızı bölüşəcəyik. Sabahınız xeyir olsun. Özdə Vüqar müəllim bu ya yaxşı-yaxşı istirahət eləyib. Bəli. Sabahınız xeyir olsun. Xoş gördük Vüqar müəllim. Sabahınız xeyir olsun Kamran müəllim. Sabahınız xeyir olsun dünya Azərbaycanlıları. Sabahınız xeyir olsun bizi səhər-səhər canlı-canlı bu sabah verilişi ilə və Dünya televiziyasına izləyən bütün xalqımız, tamaşaçılarımız, hamını salamlayıram. Hamının ovqatı gözəl olsun. Amin. Hamı pozitiv olsun inşallah. Çünki bizlərə pozitiv olmaq və gözəl əhval-ruhiyyədə olmaq yaraşır həqiqətən də. Vüqar müəllim, istirahət etdiniz bu yay? Etmişəm, yenə davam edəcək inşallah. İnşallah qarşıda hansı plan var? İnşallah qarşıda bölgə deyək də, rayonunda olacaqsın inşallah. Belə planlaşdırmış ki, Qarabağ bölgəsinə gedək də. Mütləq, Qarabağa mütləq. Çünki Allaha çox şükür olsun ki, bizim əzəli torpaqlarımız, dədə-baba torpaqlarımız bizə qayıdıb, Allah şəhidlərimizə rəhmət eləsin. Ali baş komandanımızı qorusun və xalqımızı qorusun, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz torpaqlarımızı aldıq, öz əzəli torpaqlarımızı aldıq. Bütöv Azərbaycandır, şükür Allaha. Belə yavaş-yavaş demək olar ki, köçkünlərimiz də, köçürlər öz yerlərinə, öz dədə-baba torpaqlarına köçürlər, məskunlaşırlar.
İndi biraz çətinliklər var həqiqətən. İndi hamı görür də. Amma gözəldir. Amma gözəldir, həqiqətən gözəl. Mən keçənləri demək olar ki, 3-4 gün Xankəndində, Şuşada, Laçında oldum. Öz ailəmlə, bağlarımla bir yerdə oldum. Bu il də inşallah indi 1-2-3 günlük də Allah qoysa bir səyahət edəcəm Qarabağa Allah qoysa. İnşallah, sağlıq olsun. Dəyərli sənətkarımızdan səhər-səhər bir gözəl ifa gəlsin, bir gözəl ovqat olaraq qonaqlarınızıq. Bəli, evlərinizə bir qonaq gəlirik sevə-sevə. Buyurun, Vüqar. Teşekkür edirik. Buyurun, əyləşin buradan. Və efirimizə yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Sabahınız xeyir olsun. Bəli, bu sabah proqramını izləyirsiniz. WhatsApp nömrəmiz yadda qalan bir nömrədir. Yazın. Bizi görək, hardan izləyirlər, hardan nə yazırlar, kimin ürəyindən nə keçir. 055-866-44-64 bizim WhatsApp nömrəmizdir. Yəni, Kamran Cavada məxsusdur. Bizim təşəkkürümüz var. Təşəkkürümüz Anadolu Dermokimiya Estetik Mərkəzinə. Düzdür, bu məhərrəmlik ayında deyərdim ki, bu yay fəslində düzdür, özümü bu, necə deyək, kompleksim nəyədir? Çox yeyirəm. Çox qəbul edirəm. Baxıram ki, kökəlirəm, müəyyən köynəklər, paltarlar əynimə gəlmir və hörmətli izləyicilər, siz də sağlam bir şəkildə arıqlamaq istəyirsinizsə, mütləq Anadolu Dermokimiya Estetik Mərkəzinə müraciət edin. Bir ayda 20 kiloya qədər arıqlama, ən son texnologiyalı cihazlar, ödənişsiz sınaq seans xidməti mövcuddur. Mütləq yolunuzu Anadolu Dermokimiya Estetik Mərkəzinə salın. Gözəllik mərkəzi, arıqlama mərkəzi, dermokosmetologiya və bitki mənşəli məhsullarının satışı hamısı bir ünvanda yerləşir. Əlavə olaraq üzünüzdə, dərinizdə hər hansı bir problem varsa, ləkə varsa, cızıq varsa və sonradan əmələ gələn hər hansı bir xəta varsa, mən deyərdim ki, tam bir sağlam şəkildə yenidən üzünüz o əvvəlki üzünüzə qayıdacaq, üzləriniz gözəl olacaq, şümal olacaq, bir sözlə bir 10-15 yaş cavanlaşacaqsınız.
bilməlisiniz, hörmətli izləyicilər. Lazer epilyasiya, dəri baxımı, qalıcı makyaj, karbon peeling, tatunun silinməsi, dermapen, dərinin yenilənməsi, ləkə baxımı. Ödənişli dəri analizimizə və pulsuz sınaq seanslarımıza qoşula bilərsiniz. Ünvan Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi 87A. Əlaqə telefonları 010-393-16-16, 010-392-16-16. Təşəkkür edirik Anadolu Dermo kimi estetik mərkəzinə. Elbruz müəllim, bəliniz şirin olsun. Elbruz müəllim fikirləşdi ki, hazırda hansı şeiri səsləndirəcəm? Bəli, bu dəyərli, ürəyindən, könlündən hansı şeir keçirsə, bir səhər, bir xoş ovqat ötürək və mən dəyərli efir rejissorumuzdan da bir gözəl musiqi Vüqar müəllim çox gözəl oxudu, onsuz da xoş əhval-ruhiyyədə oldu hamımız. Vətənpərvər şeir deyəndə, bax, siz gözəl Qarabağımızdan gəlmişsiniz. Vüqar müəllimin arzusudur ki, bu günlərdə yenə gözəl Qarabağımızı gedə ziyarət eləməyə. Mən də sizə bayaq söhbət elədim. Həqiqətən, mən də planlaşdırıram ki, bu yaxın günlərdə gedəm, gözəl Şuşamızda, Xankəndində, Qarabağımızda gəzəm. Bunlar hamısı hər ikiniz qeyd elədiniz. Şəhidlərimizin, qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsində bütün torpaqlarımız işğaldan azad edildi. Şükürlər olsun. Qazilərimizə yazdığım şeiri nəzərinizə çatdırım. Millətimin vüqarı, qazilər, ay qazilər, həm namusu, həm arı. Qazilər, ay qazilər, igitsiniz, ərsiniz, yaralı əskərsiniz, gözümdə bəşərsiniz, qazilər, ay qazilər. İgidlikdə təksiniz, vətənə gərəksiniz, hamınız ürəksiniz, qazilər, ay qazilər. Gözümüzdə dağsınız, hər vaxt üzü ağsınız, çox şükür ki, sağsınız, qazilər, ay qazilər. Vətənə can dediniz, damarda qan dediniz, düşmənə yan dediniz, qazilər, ay qazilər. Dəyərli sözdən yazır, yaralı dizdən yazır, Elbrus sizdən yazdır, qazilər, ay qazilər, qazilər, ay qazilər. Allah bütün qazilərimizin canını sağ eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin ki, bütün torpaqlarımızı düşməndən azad elədilər. Allah qazilərimizə can sağlığı versin. Vüqar müəllim çox gözəl bir söz dedi. Dedi ki, bizə şənliklər yaraşır, toylar yaraşır. Çünki biz qalib bir dövlətin qalib vətəndaşlarıyıq. Bəli. Çox sağ olun Elbrus müəllim. Çox gözəl bir şeir yazıbsınız. Həqiqətən də var olun. Elbrus müəllimin şeirlərinə siz nə qədər maraqlı Bəli. Mən həqiqətən də fəxr, qürur duyuram ki, sizin kimi belə şairlə, yazarla belə efiri bölüşürəm. Çox sağ ol ki, Şamran. Dəvət elədin. Həqiqətən də mən sevə-sevə gəlirəm. Bax, indi bilirsiniz də, bax, bu qədər yol qət edirsiniz, bəli. Havanın bu şəraitində. Baxmayaraq yay fəsli bir külək var. Avtomobili idarə eləmək olur. Valla, mən Kamran müəllimlə danışdım. Mən heç vaxt efirə gecikən deyiləm, həm də gecikmədim. Gecikmədim. Elə bir külək idi ki, həqiqətən bu təbiət hadisəsidir. Avtomobillər, sürücülər də məsələn ehtiyatla sürür ki, yəni bir tıxac yer almışdı. Bir yolda tıxac. Sonra nə bilim toz, biraz yol biraz görüşmürdü. Amma şükürlər olsun ki, gəldim, çatdım. Yenə deyirəm ki, demək... Vüqar müəllim, Allah sizi var edir. Mən bilirəm ki, sənətkardan mən bunu istəsəm, yəni bir sözlə mənim sözümü yerə salmayacaq. Sizdən bəlkə səhər-səhər bir gözəl, canlı, bir ürəyinizdən, könlünüzdən keçən bir xoş ovqatla. Olarmı? Və ardınca da inşallah ki, reklam ayrılacaq. Olar, çox yaxşı. Bəli. Vüqar müəllim. Arif olanın sevgili cananı vətəndir. Arif olanın sevgili cananı vətəndir. Həm namusu, həm qeyrəti, vicdanı vətəndir. Hər kəs vətəni sevməsə insan deyil əsla. İnsan olanın cismi də həm canı vətəndir.
Ölsəm vətən uğrunda buna fəxr edərəm mən. Könlüm nə zaman istəsə qurban vətəndir verə. Hər kəs mənim ünvanımı gəl soruşa sizdən. Ol şəxsə deyin, mailin ünvanı vətəndir aman. Ay zaman ey. Sağ olun, sağ olun. Yaşa, sağ olun. yaşa. Deyir, Allah buyurun. sizi qorusun. Deyir, vətən mənim bugünüm, sabahki toy düyünüm. Haqqım var ki, öyünüm Azərbaycan deyəndə, biz Azərbaycan deyərik, vətən deyərək öz canımızı düşmən gülləsinə sipər elədik, öz canımızı düşmən alovuna sipər elədik və şükürlər olsun bu günümüzə. Vüqar müəllim, bəli, bəli şirin olsun. Düz biz o haqda danışmışıq. Sizin tələbələrinizdən ən belə deyək də öndə olanı, məşhur olanlardan kimlərdir? Hansı ki, Vüqar Əliyevin dəstək xətləri, əməyi zəhməti var. Hər verilişlərdə, sizin də verilişdən sonra başqa verilişlərdə sual verirlər mənə. Bəli. Mən də cavab verirəm. Var, tələbələrim var, demək, institutu qutarıb getmiş tələbələrim var. İndi xanəndəliklə məşğuldurlar, sonra müəllimliklə məşğuldurlar. Hətta müəllimliklə? Bəli, var. Bölgələrdə çox tələbələrim var. Sonra bu Sumqayıt şəhərində var. Bildiyiniz kimi qeyd elədinizdə, mən Milli Konservatorun baş müəllimiyəm, xanəndə müəllimiyəm. Milli Konservatoriya həqiqətən də bizim xalq musiqimizin, muğamatımızın ocağıdır. Həqiqətən də. Həm Milli Konservatoriyada tədris olunur muğamımız, həm İncəsənət Universitetində, həm Xankəndində tədris olunur da, şükür Allaha ki, Qarabağ Universitetində. Bəli, Qarabağ Universitetində də tədris olunur. Demək, tələbələr çoxdur. Həqiqətən də mən də müəllim dostlarım kimi ustadımdan öyrəndiyim, Allah ustadıma rəhmət eləsin, Arif müəllimə rəhmət eləsin, behişdə olsun, yeri behişdə olsun. Bizim həqiqətən də muğamatımızın sütunlarından biri idi Arif müəllim. Bu yaxınlarda da onun il dönümü olacaq. Avqust ayının 1-də il dönümü olacaq. Avqust ayının 1-i, həftənin 6-cı gündən. Dünyasının dəyişməsindən bir il keçir. Mən ustadımdan öyrəndiyimi, muğamatın sirlərini tələbələrimə keçirəm, öyrədirəm, sevə-sevə öyrədirəm. Tələbələr də həqiqətən də öyrənirlər. Həqiqətən də muğamatımıza çox tələbələr gəlir. Həm tarakəmana, həm xanəndəliyə çox tələbələr gəlir. Çünki niyə? Bu yaxşı reklam olundu. Muğamat həmişə olub, amma belə muğamata qiymət verilməmişdir. Amma son illərdə həm dövlətimiz, son illərdə bu son bir 20 ildə, 25 ildə, yəni belə ondan bəri muğamatımıza çox qiymət verildi həqiqətən də. Həm bizim dövlət başçımız tərəfindən, həm də bizim əzimiz Mehriban xanım tərəfindən, Heydər Əliyev Fonu tərəfindən çox gözəl qiymət verildi. Müsabiqələr də keçirilir. Yəni, müsabiqələr 5 ildən bir müsabiqələr keçirilir. Axınla gəlir uşaqlar, həm demək, gənclər gəlir, həm də körpə uşaqlar gəlir. Bir 9 yaşından, 8... Körpə uşaqlarda da artıq bir əlbəttə ki, 8 yaşından, 9 yaşından, 10 yaşından, 11 yaşından uşaqlar gəlir. Bildiyiniz kimi bu 2025-ci ildə 9-cu muğam televiziya müsabiqəsi oldu da. Yəni mən bunu hər dəfə demişəm, hər dəfə deyəcəm. Hər dəfə rədd edib, çünki bu mənim uğurumdur. Gələk uğuru deyəsən. Orada demək 300 uşağın, demək 500 uşağın içindən 20 uşaq seçildi. Bunlar 20 uşaq da qalibdir. Onların da arasında həftədə yarışma oldu. Həm uşaqlar arasında, həm də böyüklər arasında yarışma oldu. Orada mənim tələbəm demək birinci yerə çıxdı. Mənim neçə illər əziyyət çəkdim Aytaz Bəybəliyeva. Birinci yerə çıxdı Rauf Cəfərov. O da qaliblərin biri oldu. 2 tələbəm orada iştirak elədi. Çox uğurla çıxış elədi. Təbrik edirik. Uğurları bol olsun. Buna görə yenə deyirəm ki, həm özümə minnətdaram, həm də münsiblər heyətinə minnətdaram ki, düzgün qiymət verdilər həqiqətən. Bəli, biz də sevindik. İndi onlar da fəaliyyətdədirlər. Böyük sevinclə, böyük fəxarət. Efirlərə çıxırlar, sonra xalqımıza xidmət edirlər. Bəli, bizim qısa bir aramız var. Bir qısa aradan sonra bərabərliyimiz davam edəcək. Sevə-sevə. Bəli, bu sabah proqramını izləyirsiniz. Reklamlar.
etmezdim canım. Sağlacaktır beni kana gözlerim. Dediler celasam etmezdim canım. Beni koyup bakır yana gözlerim. Sağlacaktır beni kana gözlerim. Beni koyup bakır yana gözlerim. Sağlacaktır beni kana gözlerim. Senin elindedir her ihtiyar. Zalim öldürmeni gamden kurtar. Senin elindedir her ihtiyar. Zalim öldürmeni gamden kurtar. Bəs kime söyleyim, kime yalvarım, getiribdir beni zara gözlerim. Bəs kime söyleyim, kime yalvarım, getiribdir beni zara gözlerim. Salacaktır beni kana gözlerim. Mahidem sevgilim bende kalır. Dele dele dele. Sana gel olmasa ne gülmene zalan kim olay. Bakma bakmar gözlerine bağlı hayran kim olay. Gir Gülistan'a sevinsin oksun bülbüller. Gülbahar mevsimiyen görsen sakından kim alayım. Mahide sevgilim ben de kalırım. Fitnekar gözlerinizden tanırım. Dediler celasam etmezdim cuman. Salacaktır beni kana gözlerim. Dediler celasam etmezdim cuman. Salacaktır beni kana gözlerim. Beni koyup bakır hala gözlerim. Salacaktır beni kana gözlerim. Beni koyup bakır hala Var olun Vüqar Əliyev, değerli sənətkarımız, sevilen Çox sağ olun. xanəndə. Allah sizi var eləsin. Teşekkür edirik bu güzel ifaya göre. Çox sağ Var ol. olasınız, Vüqar müəllim. Çox gözəl. Çox feyzliyə bilərsiniz. Çox sağ olun Elbrus müəllim. Var olun. Var olun, var olun. Bəli, 0118 nömrəsindən bizə yazan var. Bizi izləyən tamaşaçının mən istəyirəm SMS-ini səsləndirim. WhatsApp nömrəmizi bir daha xatırladıram. 866 44 64 bizim WhatsApp nömrəmiz. Salam, sabahınız xeyir olsun Kamran müəllim. Qonaqlarınızı salamlayıram. Siz də gözəl təəssürat bağışlayırsınız. Bəli, Azərbaycanımızın hər bir güşəsi gözəldir. Mən də Şəmkirlilər və əslən Sabir kəndindən olan 45 illik həm tələbə yoldaşım, həm də rəfiqəm Əminə xanımı salamlayıram. Bəli, mənim ata yurdum. Mən də Şəmkirə uzaqda olsa salamlarımı yetirəm. Kamran bəy, çox sağ olun ki, elimizin, obamızın fəxri Elbruz müəllimi yenə də dəvət etmişsiniz. Elbruz müəllimə və bizim dəyərli xanəndə Vüqar müəllimi salamlayıram. Onu da qeyd edim ki, bir neçə gündən sonra Elbruz müəllimin
Elbruz müəllimin bəli, ad günü olacaq inşallah. Öz ürəyi istəyən qədər ömür arzu edir. Növbəti doğum günlərini doğma Qubatlımızda qeyd etməyin arzu edir. Nə yaxşı ki, bizim Elbruz müəllim ki, dəyərli vətənpərvər şairimiz var. Ay neçəsidir inşallah yazmayıb tarixi. Sabah yox, bir gün ayın neçəsinə düşür? 29-una. Mən də öncədən təbrik edirəm Elbruz müəllim. Allah sizə can sağlığı versin. Canınızı sağ eləsin. Həmişə yazın, yaradın. Allah var eləsin sizi. Təşəkkür edirəm. Həmişə var olasınız. Mən də o 3 rəqəmli ömür arzu edirik sizə. Bəli. Çox sağ olun, təşəkkür edirəm. Dəyər verib bu başdan təbrik elədiyinə görə o vətəndaş onu da Şəmkirdən, bəli. Təşəkkür edirəm ona. Həmişə var olsun, diqqət göstərib. Həmişə mən deyirəm, Vüqar müəllim, deyirəm ki, mən həyatda görmüşəm ki, həmişə dəyərli insanlar başqa dəyərli insana dəyər verirlər. Ancaq özünün dəyəri olmayan insanlar başqa dəyərli insanlara necə dəyər verə bilərlər? Bir daha təşəkkür edirəm bu dəyərli insana. Allah uzun ömür, can sağlığı versin. İnşallah ki, ayın 29-u Elbruz müəllimin 60 yaşı, 60 oldu da müəllim? Yox, 72. O yaşı vermək olmur. Allah sizi var eləsin, həmişə belə gümrah olasınız. Kamran müəllim deməli, o gün nəysə bir yerdə oturmuşuq, tanımadığım adamlar da var idi. Deyir, Elbruz müəllim, neçə yaşınız var? Deyirəm, 57-ni keçdi. Deyir, maşallah, yaxşı qalmışsınız. Öyle bir ki, 58'e keçmişəm. Deyir, maşallah, yaxşı qalmışsınız. Allah ömür versin. Allah ömür versin. Allah can sağlığı versin. Təşəkkür edirəm bir daha. O Şəmkirdən bizi izləyən tamaşaçılara, bütün tamaşaçılara mən də salamlayıram yenə. Şəmkir rayonu həqiqətən də mənim dostlarım çoxdur oradan. Musiqini sevirlər, muğamatı sevirlər. Həqiqətən. Valla. Mən Şəmkir balası üçün təsdiqləyirəm. Həqiqətən də mənə də o İrmaşlı kəndinə mən salamlarımı yollayıram. İrmaşlı kəndinə. Bəli, mənim dostlarım var orada. Habil, Aqil qardaşları, onların ailəsinə salamlarımı yollayıram. Dəfələrlə o kənddə mən toylarda olmuşam həqiqətən də. Sonra başqa kəndlərdə də olmuşam. El şənliklərində çox gözəl qiymət verirlər. İnşallah avqust ayında da mənim orada xeyir işdəyəm. İnşallah, sağ olun. İnşallah Allah qoysun. Avqust ayının sonunda mən özüm Şəmkirə... Sonra orada Sabir müəllim var. Sabir müəllim yəqin siz tanıyarsınız. Hansı kənddən Sabir müəllim? Sabir müəllim elə İrmaşdan gözəl şeir deməyi var. Sonra gözəl toy idarə edir, aparıcıdır. Sabir müəllim. Bəli, Sabir müəllimə salamlarımı yollayıram. Mən ona bədii qiraətçi deyirəm. Çox gözəl şeir deməyi var. Çox gözəl məclis idarə edir. Dəfələrlə olduğu məclislərdə bir yerdə məclis idarə eləmiş həqiqətən. Allah can sağlığı versin. Şəmkir ümumiyyətlə diyarı sənətkarlar diyarıdır. Ümumiyyətlə bizim nəinki Şəmkirin, elə Qarabağın özü olsun, Qubadlıdan olsun. Bölgələrimiz, cənub bölgəmiz. Cənub bölgəsi, Cəlilabadın özündən olsun, o qədər bizim sevilən sənətkarlarımız var. Allah sizi var eləsin. Elbruz müəllim, Elbruz müəllim ola, şair ola qonağımız. Elbruz müəllim, bunu mən istəyirəm Vüqar müəllim də bilsin. Elbruz müəllimin sözlərini hansı mahnılar bəstələm, hansı ifaçılar misal üçün? Deməli, rəhmətli Məhəbbət Kazımov, ya Rəbb, bu gözəli sən özün qoru. Ya Rəbb, bu gözəli sən özün qoru. Balolan Əşrəfov, Qayıt gülüm. Əflatun Qubadov, ilk ana şeiri mənim ana şeirimi. Yəqin özü də eşidir, salamlayıram. Rusiyada toyda dedi ki, mən bu ana şeirinə görə çox populyarlaşdım. Elbruz müəllimin şeiri, bəli. Sonra Tovuzdan, nədir o qadın? Afə Fərman qızı. Yox, həm aşıqdır, həm müğənnidir. Lətifə Çeşməli, sənə qayıt dedim, gəl demədim ki. Yəni o qədər müğənnilər oxuyurlar, özüm ölüm bax, indi heç kəsə kitab verməmişəm. Hardansa tapıb oxuyurlar. Hərdən şair dostlarım deyir ki, onlara deyir, bizim də şeirim. Deyirəm, vallahi üzbəyiz tanımıram onları, heç birini tanımıram onların. Oxuyurlar. Axır ki, bir gün bir dostum dedi ki, gəl mənlə gedək, kitabı təqdim eləyək Balolan Əşrəfov, mənim də şeirim oxusun. İnan səmimi deyirəm, Sumqayıtda ol həmən şair, bəlkə də eşidir. Eşitsə də inciməsin, yəni olan şeyi deyirəm. Balolan müəllim baxdı, vərəqladı, dedi ki, Elbruz müəllim, siz mənə kitab vermişsiniz, sizin şeir oxumağa, dedim, yox. Deyir, sizin şeirlər nəyəsə oxunaqlıdır, da, o səmimi deyirəm belə. Dedi ki, burada mən bir dənə oxunaqlı şeir tapa bilmirəm. Sözün düzü, o şair dostum pis olanda mən də dedim ki, indi deyəcək ki, Elbruz müəllim onu oxutura bilmədi o şeiri. Nəysə, şeir indi Vüqar müəllim hər birimizdən yaxşı bilir, sənətkardır, dəyərlimizdir.
Şeir təsir eləyə, gərək oxunanda da təsir Sözləri, eləsin. misraları, Misralar bəli. təsir Onu olmalı. oxuyan, səsləndirən adam da gözəl, mükəmməl səsləndirir. Məna olmalıdır, məntiq olmalıdır, bəli. Bəli, o rəhmətli qoy ruhu da sevinsin. Balalı Nəşrəfovun mənim qayət Allah gülüm rəhmət şeirini eləsin. oxuyurdu. Dəri könlüm yenə sevgi uman var. Gözdə həsrət, aramızda duman var. Ümid ölüb bir quruza güman var. Xatirələr varaqlanan zamandır. Qayət gülüm, tez qayət kəlamandır. Dost yolunda sıldırımda izim var. Günəş boyda alovum var. Közüm var. Mənim sənə bir xəlvəti sözüm var. Yaşamağım bir quruza gümandır. Qayət gülüm, tez qayət kəlamandır. Xəyallarda incik ruhum özüm var. Elə bilmə, məndə sonsuz dözüm var. Qismət olsa bir qurbanlıq quzum var. Dünya həmən, zaman başqa zamandır. Qayət gülüm, tez qayət kəlamandır. Göz yaşı ilə günahların yuyan var. Bir baxışla ürəkləri duyan var. Belə gündə canlı da qıyan var. Ayrılığın ölümdən də yamandır. Qayət gülüm, tez qayət kəlamandır. Nəfəsində lalə, nərgiz ətri var. Baxışında o günlərin xətri var. Elbrusun qayət gülüm sətri var. Buna sevda, buna el qarimandır. Qayət gülüm, tez qayət kəlamandır. Qayət gülüm, tez qayət kəlamandır. Təşəkkür edirik Elbruz müəllim, çox sağ olun. Bəli, Var olun, Anadolu var olun, var olun. Dermo kimi estetik mərkəzinin sponsorluğu ilə bu sabah proqramını izləyirsiniz. Hazırda qısa bir aramız var. Bəli, qısa aradan sonra bərabərliyimiz davam edəcək. Reklamlar. Bəli, reklamlarımız bitdi. Hörmətli izləyicilər, efirimizə yeni qoşulan tamaşaçılarımızı salamlayırıq. Bəli, Dünya Televiziyasında bu sabah proqramını izləyirsiniz. WhatsApp nömrəmizi bir daha xatırladım. 055 866 44 64. Vüqar müəllim, burada bir neçə şəkillər var. Düzdür, o şəkilləri mən istəyirəm təqdim edeyim telefon vasitəsilə. Bax, bura bizim gözəl Şuşamızdır. Düzdür, indi gedənlər gedib də, bu Şuşanın bu ən gözəl, bu Şuşa qalası deyirlər də, onun qarşısında bir xatirə fotosu da çəkdirdim. İsa bulağında oldum. Ümumiyyətlə, Şuşanı qarış-qarış gəzdim. Və orada, belə deyək də, yenidən bərpa işləri görür. Şuşa doğrudan da bir incidir, cənnətdir. Yəni, əməyi zəhməti keçən hər bir kəsə Allah canını sağ eləsin. Və bizə bir tamaşaçımız da yazır. İstəyirəm o SMS-i səsləndirim və ardınca sənətkarımızdan gözəl bir ifalar istəyəcəm. 85-65 nömrəsindən yazır. Salam, sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Sizə can sağlığı arzu edirəm. Bugün Şahvələt dayımın nəvəsinin ad günüdür. Samirin bugün ad günü tamam olur, 26 yaşı. Biz ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Dayım oğlu Mahmudun kiçik qızının da ad günüdür. Maşallah, bugün ad günlər çoxdur. Onu da təbrik edirik. Aparıcı və qonaqlarınızı salamlayıram. Ad günü mahnısını inşallah ki, birazdan səsləndirərik. Anamın da ad günü inşallah avqust ayının 18 avqust anamın ad günü olacaq. Mənim də ad günüm avqustun 13-üdür, maşallah. Hamısını bir SMS-ə yerləşdirib. Elə avqustun 7-si də mənim ad günümdür. Hamısı ürəkdən təbrik edirəm. 7 avqustda mənim doğum günüdür inşallah. Hamısını, bütün ad günü olanları ürəkdən təbrik edirəm. Allah canlarını sağ eləsin. Amin. Hamısını. Amin. Vüqar müəllim, belə deyək, ümumiyyətlə istedad hansı ki anadan doğulanda o insan istedadlı doğulur. Allah ona fitri bir istedad bəxş edir. Amma elə insanlar var ki istedadın var, o istedadını boğur və onu üzə çıxarmır. Misal üçün evdə deyirlər ki bu istedadın var, ona təzyiq də olur, hər hansı bir məsələlər də olur. Amma bir müddətdən sonra bu istedadı boğan insan sözün əsl mənasında elə bir vəziyyətdə ortaya gəlir ki, mən bu istedadımı boğmamalıyam. Və o gənclərə siz nə dəstək olur? Hansı, misal üçün, nə aşılayırsınız ki, bu istedadı itirmək olmaz, məhv eləmək olmaz? Misal, elə sevilən səslər var, xanəndələr, misal üçün, bu səslər hansı ki, bir müddət ortaya gəlir? Çox doğru buyurdunuz. İstedad insana Allah tərəfindən verilir. Bəli. O, uşaqlıqdan verilir, o doğulmamışdan qabaq verilir, mən belə deyərdim. O, səsdir, sonra o səsdir Allah tərəfindən vericidir bu. Gərək onu qoruyasan, həqiqətən də qoruyasan. Bu səsi Allah sənə verir, bu səs sənin deyil. Bu xalqın səsidir. Xalqın səsi, bəli. Xalqa bu xidmət eləməlisən bu səslə. Yenə deyirəm, istedad anadan doğulmamış verilir insana. Sonradan da məsələn görürsən ki,
səsi olan olur, ya məsələn bir istedadı olan olur da belə bilsən can atır öyrənməyə, onda da alınır. Füqar müəllim, olub hansı bir heç vaxt- tədbirlərdə, məclislərdə görmüsünüz ki, ay Allah, orada kimsə bir zümzüm eləyib, onu qohumdan, əqrəbədən xahiş edib ki, oxu məclisdə. Valih olmusan onun səsinə, deyirsən, gəl sənə dərs keçin və yaxud səni bu Bəli, sənətə bəli, çox öyrədim. olur belə, çox olur. Məsələn, bizim həmişə siniflərimiz açıq olur. İstedadlı tələbələrə, istedadlı uşaqlara açıq olur. Bizim konservatoriya həmişə qucaq açır. Həqiqətən də elə bir istedadlı uşaqlara, gənclərə, həqiqətən də mənim də sinifimə çox gəlir. Mən də məşğul oluram. Füqar müəllim, ailənizdə, nəslinizdə varmı bu sənət davam etdirən? Hansı ki, xanəndə, musiqiçi? Səsi olan olub. Kimlərdir, övladlarınızdan Mən belə yoxsa? baxıram, mənə bu səs mənim daimimdən keçib həqiqətən də. Hə, danışmışsınız o barədə. Ölənlərinizi rəhmət eləsin, mənim daimimdən keçib. Mətləb daimimdən keçib. Onun çox gözəl səsi olub. Allah rəhmət eləsin. Çox gözəl oxuyurdu həqiqətən də. Amma arxası izdə getdi. Gənclərdən hazırda davam edən varmı? Hansı ki, o sənətə? Gənclərdən bu övladlarımın da səsi var, amma İstəmirsiniz? İstəmədim, yox, istəmədim. Çünki çətin sənətdir, həqiqətən çətin sənətdir. Biraz necə deyim ki, baş çıxartmaq biraz çətindir həqiqətən də. Başqa sahəyə getdilər. Neçə övlad sizdə? 2 övladım var, 2 oğlum var. 2 oğlunuz var. Allah can sağ olsun. Toy eləmisiniz də? Yox, yox. Birinin Hələ. 21 yaşı var, birinin də 23 yaşı olacaq. 23 yaşı mütləq ailə qurmalıdır. İndi 21 yaşında vaxtıdır, zamanıdır. Tezdir, yox, tezdir. Tezdir hələ. Qoy biri universitetdə, ikisi də universitetdə oxuyur. Biri bakalavrın 4-cü kursuna keçdi, biri də Arif də magistraturada Texnik Universitetdə 2-ci kursa keçdi. İşləyirlərmi hazırlansın? Afiqdə İdman Akademiyasında 4-cü kursa keçdi. 4-cü kursa keçdi. Bəli. İnşallah xeyrini görəsən. Yəni sağlı Çox sağ ol əzizim. hər zaman ailəsinin, O istedaddan söhbət başınız gedir. eləsin. Arifin də Afiqin də elə istedadı var idi həqiqətən. İndi bu dəqiqədə var. Onlar İllər keçəndən sonra deyəcək ata bir mahnı yazmaq istəyirəm. Yazsın. İcazə verirsin. nüş vermirəm ki. O birisi sahədə də özün sınasın. Bu sahədə də özün Bəli, sınasın. bəli, sınasın da nə olar ki? Bax, o istedad olan yer, mən şəxsən övladım olsa, mən deyərəm oxusun. Əgər səsi varsa, səsi yoxdursa, da bu gedib o belə deyək də özünü məcbur eləməklə. Uşaqlıqda mümkün səslər deyil olub bunların. Sonra o səs dəyişən vaxt olur da, o mutasiya dövrü olur. Səsləri dəyişdi, səslər də açılıb. Milli mahnılar yoxsa estrada ifaçıları kimi daha çox? Bir şey bunların meyli milli musiqiyadır. Milli musiqi. Amma Arif görürsən o bəstəkar mahnıları var. Hə, bəstəkar Bəstəkar mahnılar. mahnılarında o klassik o bəstəkar mahnıları var. Orada görürsən istəyirəm ki, avtomobillə yol gedəndə mən də bunu yavaş-yavaş oxutdurmaq üçün görürəm ki, oxuyur. Mənim də ən sevdiyim mahnılar belə deyək də, bu klassik mahnılardır. Çox sevirəm klassik mahnılardır. Ən çox da sevdiyim belə o köhnə retro belə deyək də musiqilər olur. Sonra, o musiqilər indi son illəri çox dəbə düşüb. Kamran müəllim, sonra Arif mütaliə də eləyir. Şeir mütaliə edir. Yox, məsələn bu Əlibaba müəllimin bir kitabı var. Əlibaba müəllimin bir kitab buraxmışdı o, Əlibaba müəllim haqqında. Orada muğamatların danışır da belə. Görsən oxuyur. Görsən deyir Raha muğamın Əmiri şöbəsi Raha muğamda, nə belə hansı muğamlar da var. Maraqlanır. İnşallah sağlı olsun. Mən düşünürəm ki, illər sonra mütləq o bir bu camiyyədə özünü göstərəcək. O istedad varsa. Sizdə necə Elbruz müəllim varmı? Misal üçün şeir yazan, hansı ki? Yox. Mənim o istedad, o bacarıq. İki oğlum, mən qutardım Hərbi Akademiyasında, Bədən Tərbiyəsində, İdman Akademiyasında qutarıblar. Deməli, 75-ci ildə mən rəhmətlik Milli Qəhrəman Əliyar Əliyevlə həmən ili, indi bəlkə də oranın müəllimləri də qulaq asır, 75-ci ildə orada ciddi komissiya oldu. Oranın rektoru Rəcəbov vardı, Rafiq Rəcəbov. Dedi ki, institut rektorların Heydər Əliyev yığmışdı. Dedi ki, Bədən Tərbiyə İnstitutunda qanun qayda yoxdur. Kim pulu var, idmançı olmasa da qəbul olur, amma yaxşı idmançıların pulu yoxdur, kəsilib gedir. Nəysə, qısa deyim ki, həmən ili ciddi komissiya oldu, rəhmətli Milli Qəhrəman Əliyar Əliyevlə eyni vaxtda Bədən Tərbiyə İnstitutuna qəbul oldu. İndi övladlarımız deyirsən. Övladlarım ikisi də orada. Biri boks üzrə, hələ 11-də oxuyanda Azərbaycan çempionu oldu. Azərbaycan. O da qəbulda oldu, orada qutardı. Bir oğlum da mənim ixtisasımı sevdi, o da oranı qutardı.
Yəni şairliyi deyirsə, şairlik yox. Onlar İndi öz ixtisası ilə davam edirlər. Hə, tutarıblar. Allah saxlasın, Allah saxlasın. Hə, Allah korusun, Allah can sağlığı versin. Hərdən deyirəm bizim akademiya, evdə deyirəm bizim akademiya. Yəni evdə biz evdə üçüncü. Elbruz müəllim, burada bizim akademiyadır, bəli. Bu sabahın akademiyası, studiyası. Elbruz müəllim, sizdən bir gözəl şeir istəyəcəm. Ardınca sənətkarımızdan bir gözəl ifa gələcək, bəli. Bir dəfə qısa deyirəm, vaxt Buyurun. keçmək üçün. Bir nəfər mənə zəng elədi, dedi Elbrus, o şeirin xoşum gəldi. İşə gedirəm, yarım saata sən canı yaxşı bir şəkli göndər mənə. O şeirin ətrafında video düzəldirəm. Sözün düzü yadımdan çıxdı. Yarım saatdan sonra dedi Elbrus müəllim, yəqin yadımdan çıxıb. Dedim, indi diqqətsizlik kimi o qəbul eləməsin. Dedim, yox, yadımdan çıxmayıb. Bütün albomu axtarmışam, şəkilim çoxdur. 300-400 şəkilim var. Hamı cavanlıq şəkilləri. Yox, bir dənə yaxşı şey, dedin yaxşı şəkil. Bir dənə yaxşı şəkil tapıb göndərənmədim. Hamısı özümə oxşayır şəkillər. Hamısı özünə oxşayır. Cavanlıqdır. İctimaiyyətdə bir zarafatlı, çox zarafatlı. Hə. Gəlsin. Nəysə, dəyərli qardaşımız Vüqar gözlərə aid şeir oxudu. Gözlərə aid bir şeir yazmışam, o yadıma düşdü. Bilməz idim günəş nədir, göy nədir, mənim qəmim səninkindən köhnədir. Sən ağladın, qəlbim yaman göynədir, o gözlərə ağlamaq mı yaraşır? Uzaq deyil, oturmuşdun yaxında, nələr çəkdim dönüb sənə baxanda, göz yaşların sellənmişdi yaxanda, o gözlərə ağlamaq mı yaraşır? Gözəl gözlər yudu alma yanağı, hər dərdimə bəstələndi min ağı. Ay zalım, göz yaşınla yola saldın qonağı, o gözlərə ağlamaq mı yaraşır? Elbrusam, halım yaman pərişan, Elbrusam, halım yaman pərişan. Gözlərin də ayla, günlə yarışan, o gözlərə ağlamaq mı yaraşır? O gözlərə ağlamaq mı yaraşır? Bəli, gözlər qəlbin aynasıdır. Gözlər qəlbin aynasıdır. Var olun Elbrus müəllim, var olun. İnsanı tanımaq üçün, insanı kəşf etmək üçün onun elə gözlərinə baxanda o insan necə xarakterə məxsusdur onu kəşf etmək olur. Deyir, insanoğlu haqqa tapın, gerisini Allah bilər. Kimsəsizin, zavallının, yetimin əlindən tut, yerisin. Allah bilər. Bir ağlayan görsən əgər, bilməsən də səbəbin, çalış ona basiman ol, kirisin. Allah bilər. Cahil olan qanmayacaq, doğru sözü yüz danış. İfadəndə əyri olma, gördüyünü düz danış. Biri qardan ev tekirsə, sən xeyirli söz danış. Gün vuranda əriyirsə, ərisin. Ərisin. Allah bilər. Hər şeyin doğrusunu, hər şeyin gözəlini Allah bilər. Bəli, bu günümüzə şükür, Vüqar müəllimdən bir gözəl ifa gəlir. Sevə-sevə dinləyək. Her bülbüle yaz sevdi gülzar güzeldir.
can ver ele tanana ki İlgar güzeldir bayan Hayda da hayda da damanı Yar olsam elimle mənə bir canan nə eylər Yar olsam elimle mənə bir canan nə eylər Uçmaz elə bir xanə ki meymər gözəldir Mən istədiyim üçün Ben istediğim için o gülüp gayrı da sevdim Kıymetli o şeydir ki xridar güzeldir Ben istediğim için Hay amanın ay canım Ben istediğim için o gülü gayrı da sevdim Kıymetli o şeydir ki xridar güzeldir Ben istediğim için o gülü gayrı da sevdim Kıymetli o şeydir ki xridar güzeldir Vah Vahid mənə insaf eyləsin eylə baxma Əhsən elə bir şairə ki Əhsən elə bir şairə ki Əşhar gözəldir Hey canım Aman 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 ayda da canım
Eşq olsun, var olun. Çox sağ olun. Vüqar müəllim, doğrudan da bizi bu gözəl ifalarınızla aparırsınız o həm keçmişə, həm gələcəyə. Yəni bir anlıq gözümün önündən keçən o xatirələri bir-bir vərəqlərim. Kamran müəllim, bir fikirləşdirəm bayaqdan. Mən həmişə deyirəm ki, istedadlı insanlar hansı ixtisasda olursun, istedadlı insanlar həmişə sadə olur, mehriban olurlar. Çünki istedadlı insanlar işini bilir. İstedad olmayanlar da o gürüllayan. Aha. Belə biraz yaxşı deyil yanında demək. Nə qədər sadə insandır. Tanınmış insandır. Azərbaycanda maşallah. Çox tanınmış müğənnidir. Çox sağ olasın. Çox tanınmış xanəndədir Azərbaycanda. Nə qədər mədəni insandır, sadə, təvəzzökar. Həmişə mən deyirəm, mən ümumiyyətlə biraz ictimaiyyətdə çox olan adamam. Sadəli ilə insanın başının ucalığıdır. Deyirəm ki, insan həmişə sadəli ilə ucalır. O, hər şeydən yarımçı olan adamlar özlərinə razı olurlar. Hərdən görsən efirlərdə, başqa kanallarda deyirlər ki, Elbrus müəllim, insanlara deyirəm ki, münasibətin belədir ki, ən çox xoşum gəlməyən yalancı insanlardır, özündən razı insanlardır, nə bilim, belə yekəxana insanlardır. Amma özünə razı insanlar həmən özünü bəlli edir. Məsələn, adi danışıq, davranışından özünü bəlli edir. Yəni, o özündən razı olan, yəni təvəzzökarlıq kimi olmasın, o insanları mən sevmirəm. Yəni, sadəli insanın başının ucaqlıdır. Yəni, insan nə qədər sadə olarsa bir o qədər sevilər. Bizə bir tamaşaçımız yazır, 2743 nömrəsindən, salam, sabahınız xeyir olsun. Sizi də və qonaqlarınızı da salamlayıram. Yerli pərəs deyilən, ancaq səni çox sevirəm. Ad gününü və indindən təbrik edirəm. Sənə sağlıqlı ömür arzu edirəm. Bütün arzuların çin olsun. Verilişin uzun ömürlü olsun. Mənim oğlumun ad günü iyulun 22-sidir. İyulun 22-si artıq qeyd olunub da. Biz təbrik edirik. Allah can sağlığı versin inşallah. Biz də təbrik edirik. Deməli, ifa eləyəndə bir anlıq mən getdim yenə o Qarabağa, Şuşaya, Şuşanın dağlarına, Vüqar müəllim. Mən Laçından qaydanda Zabuq kəndində oldum. Zabuqdan qayıtdım, rayonun özü Laçın. Laçından da Şuşa yolu var, Laçın-Şuşa yolu. Laçın-Şuşa yolunda təmir işləri gedir, təmir bərpa işləri gedir. Demək, müəyyən yol gedəndən sonra gördüm ki, sağa bir yol ayrılır. Hansı ki, təmiz bir yoldur, yeni təmir olunub. Baxdım ki, dağın başında haradasa bir 50-yə yaxın ev var. Hə fikirləşirdim, ayla, bu kənd haraydı, bu nə gözəl yeri, nə gözəl təbiəti var. Elə yolumu təzə gedəndə baxdım ki, bir maşın o kənddən çıxır. Ona əl elədim, işarə elədim ki, bu kənd hansı kənddir? Böyük Qala Dərəsi kəndidir. Dedim, necə gedir? Dedim, gözəl, buradan dedi 6 kilometr yol var. Təsəvvürlə maşın təzədən geri qayıtdı. Maşında da mən tək deyildim, ailədir, uşaq idi. Hətta qaynatam, üzr istəyirəm, qaynanam da mənimlə bərabər idi. Və mən Qala Dərəsi kəndinə getdim. O Qala Dərəsi kəndinin füsunkarlığını, gözəlliyini görəndə mən məftun oldum. İndi gəldik bura, burada nə etmək lazımdır? Qalmaq lazımdır. Mən məcbur oldum ki, orada ev sapım. Yaxınlaşanda gördüm ki, orada iki nəfər ağsaqqal nərd oynayır. Aydın kişidir, indiyə kimi yadındadır. Dedim, Aydın, bəs salamlar, dedim, bəs mənim adım Aydındır. Dedim, çox gözəl, Allah sizə can sağlığı versin. Dedim, mənə ev lazımdır qalmağa. Dedi, burada bir yoldaş var, sizə deyəri köməklik eləyər. Həmin yoldaş da gəldi, 2 gün bizi evində qonaq elədi. Mən çox sevindim, hansı ki, o kəndin açılışında cənab Ali Başkomandan, cənab Prezident İlham Əliyev həmin o evdə olmuşdu. Həmin o evdə olmuşdu, o təəssüratlarını bölüşmüşdü. Hamısı ki, o evdə də mən 2 gün, 2 gecə qaldım ailəmlə bərabər. Mən Akifə təşəkkür edirəm. O gözəl evini bizim üçün həvalə elədi. Və həqiqətən o pəncərəni açanda düz dağın başından o gözəlliyi, mən onu görüntü kimi yığmışdım sizə, yadınızdadır? Bəli, görüntülü ilə. Mən onu Elbrus müəllimə görüntü kimi təqdim edirəm. O qədər sevindim. Heç bilmirdim sən oradasan. Sonra ondan görüntülü 4 kilometr ərazi var, orada Kiçik Qala Dərəsi kəndi var. Şuşadan görüntülü danışdıq Kamran qardaşımızla. Çox qürur duydum. Allah sizi var eləsin. Allah vətəni çox istəyənlərin hamısını var eləsin. Amin. Amin. Hə, deyin gəlsin Elbrus müəllim. Dostlar, fəxr edirəm Qubadlıdanam. Əlyarım, bəylərim, nəbim var mənim. General Valehim, igid aslanım, Aqildən yazmağa təbim var mənim. Dillərdə əzbərdir Dədə Süleyman, elin sevənlərə vəfam var mənim. Dar gündə elimə, obama həyan,
Vasilim, Kərəmim, Səfam var mənim. Kamran Hüseynovum, Eldar baxışım, onların şəninə yazım var mənim. Qəhrəman şükürüm, Həsən Qorxmazım, dəf düzüm, gəyənim, yazım var mənim. Arif Heydərovum, şair Ramizim, jurnalist Eyruzum, əlim var mənim. Həkəri Bərgüşat bizimdir, bizim. Qədri bilən obam, elim var mənim. Qoçaq Kazım ağa, cəsur Ələkbər, igidlər məskəni, elim var mənim. General Maisim qanında təpər, dağlar zirvəsində, zilim var mənim. Orada Şıx Mirsədi, orada Şux Mirim, neçə gözəl ayım, ilim var mənim. Hər daşı səzdəgah, hər şolu pirim, orada gövhərim var, ləlim var mənim. Orada gövhərim var, ləlim var mənim. Çox sağ olun, şair. Təbiniz ürəyinizə sağ olun, Allah sizi var eləsin. Orxan, bu musiqi ilə bizi apardı. Bu musiqi hansı filmləndir? Məşhur bir filmdir. Xatırlayırsınız? Çox məşhur bir filmdir. Orxan. Bəli? Halal. Təsəvvür edin ki, özdə o rolu oynayan, o rolu canlandıran insan o qədər peşəkarcasına o rolun öhdəsindən gəlir. Mənə görə burada baş rolda Həsən Məmmədovdur. Həsən Məmmədov? Yox, Həsən Məmmədov deyil. Şeydən də bu, bir dəqiqə mən sənə deyəcəm də. Filmin adı. Filmin adı başarı İ hərfindən gəlir. İstintaq, bəli, Həsən Məmmədov. Həsən Məmmədov. Həsən Məmmədovdur orada. Sonra xanım da o İstintaq filmi. Ən sevdiyim filmlərdir. Fikirləşirəm İstintaq da. Təsəvvür necə səbirlə, təmkinlə o istintaqı keçirir, onu belə deyək də. Həsən Məmmədov, doğrudur. Həsən Məmmədov, Allah rəhmət eləsin. İstintaq filmindən. Musiqi çox gözəldir. Musiqi də, onun özü də bir əsərdir. Yox, afərin, afərin Vüqar müəllim. Yəni, hafizəniz gözəldir, yəni söz ola bilərləz hafizənizə. Vüqar müəllim, sizin sevdiyiniz ən çox Azərbaycan filmlərdən hansı filmlərdir? Hansı ki, o filmi izləyəndə... Mən, Kamran qardaşım, köhnə filmlərin hamısını sevirəm, həqiqətən də. Belə musiqilərdən. Həqiqətən köhnə çəkilmiş filmlər var, hamısını sevirəm. Çünki o vaxt çox gözəl rejissorlarımız olub bizim. Bəli. Çox gözəl rejissor, çox gözəl filmlər çəkiblər. Həqiqətən də. Bax, məsələn, mən Ögey Ana filminə yadıma gətirəndə mənim uşaqlığım yadıma düşür. Biz də, məsələn, uşaq olanda, yay olan kimi Elbrus müəllim, qaçırdıq, oynayırdıq orada, burada, uşaqlar, dostlarımızla da, uşaqlarla, o yadıma, uşaqlığım yadıma düşür mənim, həqiqətən də. Sonra, nə deyim, musiqiyə bu. Allah önlərinizə rəhmət eləsin. Mənim atamın ən çox sevdiyi film Elbrus müəllim. İnanın, o filmə baxanda atam, üzr istəyirəm, hönkür-hönkür ağlayırdı. Gözündən belə pilə-pilə yaşları gəlirdi. Atam qiraətçi olub, atam Azərbaycan filmlərini çox sevirdi, sevərdi, izləyərdi. Həm bütün epizodlar yadında olardı. Onun ən çox sevdiyi film Onu Bağışlamaq olarmı? Hansı ki, orada müqəssir bilmədən öz bacısını xəsarət yetirir, onun gözləri tutulur. Kimdir müqəssir? Siz deyin, onu bağışlamaq olarmı? Allah rəhmət eləsin. Hər dəfə izləyəndə, o sözlər yadıma düşəndə atamın, yəni inanın, atam o filmə baxanda hönkür-hönkür ağlayardı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mən Elbrus mənim bağışlasında, mən hansı filmə baxanda ağlayıram. Mən biraz kövrəyəm həqiqətən də. Böyük Dayaq filmində. Böyük Dayaq filmində. Böyük Dayaq filmində o Ələsgər Ələkbərov, Allah rəhmət eləsin, bizim böyük aktyorumuz. Oradakı o gəlir, silli ilə vurur ki, Rasim Həsən Məmmədov vurur. Həsən Məmmədov, bəli. Orada həqiqətən də vurur ona. Demək, o filmə baxanda mənim atam yadıma düşür. Hansı ki, atanız çox zəhimli adam. Bəli, bəli. Bizi həqiqətən də atamız ölənlər Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxşı böyütdü, bizi yaxşı
təhsil verdi. Sonra 9 uşağı həqiqətən də boya başa çatdırdı. 9 uşaq olmuşsunuz Bəli, bəli, 5 bacı, 4 qardaşıq biz. Maşallah. Allah ömür versin. Həqiqətən də orada o şillərinə o qədər atam məni vurub. Yəni onlar hamısı nəsihət. Nəsihət şilləsi olub həqiqətən də. Orada baxanda mən həmişə kövrəlirəm Allahın da. Elbruz müəllim, Allah rəhmət eləsin. Sizin ən çox sevdiyiniz film olub hansı Azərbaycan filmlərindən deyək? Mənim ən çox Uzaq Sahillərdə. Vətənpərvər, rəhmətli. Böyük Dayaq filmindən alan musiqi. Pərişanın mahnısıdır. Kim? Pərişanın mahnısı. Bəli. Mən filmlərin hamısını izləyirəm. O keçmiş filmləri, Allahın dostu hamısını izləyirəm. Özdə mən o filmlərə baxdıqca insan yaşayır həqiqətən də belə necə deyim. Bugün könlümüzü oxşadı. Siz hansı filmi çox sevirsiniz? Hansı filmi? Uzaq Sahillərdə. Uzaq Sahillərdə. Mikhaylov, bəli, Mehdi Hüseynzadə. Mehdi Hüseynzadə. O ki, xaricdə elə kəşfiyyatçı olur, qorxmaz. İndi Orxan da tapacaq onu, bəli. Bizim xalqımız imkan olmadı, 30 il qaldı. Torpaqlarımız erməni əsarəti altında düşmənlərimizin. Amma bizim xalqımız, millətimiz qəhrəman, cəngavər millətdir. Həqiqətən. Yenə deyirəm, hansı ki düşmənlərimiz elan eləmişdi ki, keçilməz sədd, Ohanyan səddi. Həmin səddi hər birimiz bilirik ki, Azərbaycanın ordusu bir anlıqda keçdilər. Düşmənlərə vay çəkdilər. Mən ordumuzla fəxr edirəm, millətimizlə fəxr edirəm, Azərbaycan əskərinə fəxr edirəm. Ordumuza yazdığım bir şeiri deyim. Muradla durdun qoşa, əhsən sənə min yaşa. Sən layiqsən alqışa, adlı sanlı ordumuz, bizim şanlı ordumuz. Yolun dağ, dərə, çətin, biraz da dayanmətin. Fəxrisən biz millətin, adlı sanlı ordumuz, bizim şanlı ordumuz. Aman vermə düşmənə, zaman vermə düşmənə, güman vermə düşmənə, adlı sanlı ordumuz, bizim şanlı ordumuz. Allah ordumuzu qorusun. Amin. Hər birimiz bilirik ki, dünyada, Kamran müəllim, dünyada ən gözəl bayraq bizim bayrağımızdır. Üç rəngli bizim bayrağımızdır. Qoy hər zaman ondan gözəl bayraq yoxdur. Bayrağımız zirvələrdə dalğalansın. Allah xalqımızı, millətimizi var eləsin. Zirvələrdə dalğalanır bayrağımız. Amin. Bizim bir qısa aramız var. Reklamlara ayrılırıq. Reklamlardan sonra Vüqar müəllimdən bir gözəl ifa gələcək. Artıq efirimizin sonuna çatma üzrəyik. Qısa aradan sonra bərabərimiz davam edəcək. Əslində bu filmin musiqiləri mən apardım. Gözəl idi, gözəl. Bəli, reklamlarımız bitir, hörmətli izləyicilər. Artıq efirimizin sonuna çatmışıq. Mən təşəkkür edirəm Anadolu Dermo kimi estetik mərkəzinə və hər birinizə təşəkkür edirəm. Sonunda Vüqar müəllim ifası ilə biz bugünlük sağollaşırıq.
başının maralısan, yar haralısan. Başların eğme güzel, eğme güzel. Yarama değme güzel, değme güzel. Başların eğme güzel, eğme güzel. Yarama değme güzel, değme güzel. Bu kadar naz eyleyip sen özünü eğme güzel. Özünü eğme güzel, yar haralısan. Bu kadar naz eyleyip sen özünü eğme güzel. Özünü eğme güzel, yar haralısan. Su gelir arkana var, dolanır çarxana var. Sen ben çok sevirem, yar sen ben çok sevirem. Bilmirəm xalxana var, yar haralısan. Su gelir arkana var, dolanır çarxana var. Sen ben çok sevirem, yar sen ben çok sevirem. Bilmirəm xalxana var, yar haralısan. Başında yaxşalı var, yanağında xaladan. Özü ceylan balası, yar haralısan. Gözlərindən tanıram, sən başının maralısan. Başının maralısan, yar haralısan. Gözlərindən tanıram, sən başının maralısan. Başının maralısan, yar haralısan. Gözlərindən tanıram, sən başının maralısan. Başının maralısan, yar haralısan. Gözlərindən tanıram, sən başının maralısan.